Değerli izləyicilər, değerli müştərilər, sizləri salamlayıram Xırdalan şəhərinin ən gözəl ərazisində. 5 sayılı orta məktəbin tam yanında. Sizlərə qoşadaşla inşa edilmiş, ara kəsməsi monolit beton olan 2 mərtəbəli, 6 otaqlı, həyətinə avtomobil daxil olan, yerdən kifayət qədər kürsüsü çox olan həyət evini təqdim edirəm. Evimiz möhtəşəm təmirlidir. Təqdimata başladım sizlərə ən birinci mərtəbədə olan gözəl, geniş ölçüyə malik qonaq otağından. Döşəməmiz laminatdır. Tavan hissələri bütün otaqlarımızın hamısının belə səliqəli, sadə fiqurlar yığılıb. Sağ əl istiqamətdə tvistet üçün yer nəzərdə tutulub. Normal qaydada, normal gözəlliyə malik gözəl qonaq otağımızdır. Qazı su işığı daimi fasiləsizdir. Mərkəzi kanalizasiya sistemini. Yəni, dəyərli dostlar, bura evin əsas giriş qapısıdır. Həyəti videonun sonunda təqdim edəcəm sizə. Dəyərli izləyicilər, uşaq evdən çıxacaq 1 dəqiqə, 2 dəqiqə ərzində, uzağı maksimum, belə deyək, çatacaq məktəbə. Giriş hissəsi koridorumuzdur. Sağda pilləkəndir. Pilləkənin alt hissəsi artıq veşlər yığmaq üçün depodur. Tam ideal təmirli, heç nəyə ehtiyacı yoxdur. Sənətimiz tam qaydasında kupçadır. Sağda 1-ci mərtəbənin ümumi sanitar qovşağı. Baxın. Mərtəbə arası bir daha təqdim edirəm. Monolit betondur. 2 mərtəbədən 6 otaqdan ibarətdir. Qoşadaşla inşa edilib mətbəx hissəmiz. Siz belə bir geniş mətbəx ölçüyə malikdir. Burada 1-ci mərtəbədə kiçik bir otağımız var. 1-ci mərtəbədə yataq otağıdır, mətbəxdir, ümumi sanuzel və geniş ölçüyə malik qonaq otağımızdır. Çıxaq 2-ci mərtəbəyə. İkinci mərtəbəyə çıxış pilləkənimiz. Normal genişlikdə, normal gözəl təmirə malik 2 mərtəbəli, kupçalı, 6 otaqlı həyət evi. Qiymət videonun sonunda açıqlayacağım rəy bölməsində. Yataq otaqlarımızı bir-birindən gözəl, bir-birindən geniş. Gəlin birinci buradan təqdim edeyim. Qısa təqdimat edirəm otaqlara. Vaxt çox getməsin, sıxıcı olmasın. Görürsünüz, böyük ölçüyə malik, gözəl təmirli otaqlar. Burada da düşək aşağıya, mən sizi təqdim edeyim həyət qismin. Dəyərli izləyicilər, burada bizim evimizin həyətidir. Baxın, belə bir avtomobil rahatlıqla daxil olacaq boyda həyətimizdir. Gördüyünüz kimi yerdən kürsülüdür. Diqqətinizə görə təşəkkür edirəm.